bu gün ChatGPT qonağımızdır və dedik ki, bu gün fəlsəfə danışaq, amma trend olan ChatGPT ilə bunu danışaq. ChatGPT-yə birinci salamlar deyirəm və birinci sorumu ChatGPT-dən soruşuram. Bizim podkastımızın adı biraz fəlsəfədir ChatGPT. Sən bu adı necə bəyəndin, yoxsa daha yaxşı ola bilərdi, pisdir, bir tümənə dəyər, dəyməz, yaxşıdır, pisdir, necədir bir nəzərinə alaq, sonra başlayaq. Salam dostlar. Podkastınızın adı çox maraqlıdır. Biraz fəlsəfə. Əslində məncə əla seçimdir. Ad həm maraq oyadır, həm də dostlar arasında rahat bir söhbət havası yaradır. Yəni pis deyil. Əksinə çox yaxşıdır. Fəlsəfəni maraqlı və əyləncəli şəkildə təqdim etməyiniz üçün çox uyğun bir addır. Başlayaq? Biraz fəlsəfə. 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 Bəli, başlayaq. Xoş gəlibsən bizim podkastımıza. Birinci soru hər kəsin normalda soruşacağı bir şeydir. Çox qısa şəkildə istəyirəm səndən. Əyləncəli şəkildə bizə öz belə kreativ, yaradıcı şəkildə bizə deyəsən ki, fəlsəfə səncə nədir? Fəlsəfə, dostlar, fəlsəfə elə bir şeydir ki, düşüncələrin çay kimi axdığı, sualların isə qayığı olduğu bir dünyadır. Yəni burada suallar verirsən, cavablar tapırsan və hər dəfədə biraz daha dərinlərə gedirsən. Qısacası başınızı qatan, amma eyni zamanda ruhunuzu qidalandıran bir macəradır. Bax belə, bomba kimi cavab verdin. Türkanın indi bir fikri var, onu mən səndən soruşacağam. Türkan deyir ki, kasıbdan fəlsəfəçi olmaz. Buna da özünə görə səbəbləri var. Deyir ki, kasıbdan fəlsəfəçi olmaz. Buna görə ki, kasıb birinci qarnını doyurmalıdır. Qarnını doyurması gərəkən bir insan. Fəlsəfə kimi sənin dedin, dərindir fəlsəfə. Dərin şeylərə fikirləşə bilməz. Yəni daha dayaz fikirləşər. Ona görə fəlsəfə kasıbların deyil. Kasıbdan filosof olmaz fikrinə nə deyirsən? Hacı Türkana sözün nə mənadır? Hacı Türkanın fikri maraqlıdır. Amma məncə fəlsəfə hər kəsə aiddir. Yəni qarnı doymayan adam da suallar verə bilər. Çünki həyatın çətinlikləri insanı düşünməyə məcbur edir. Ən böyük filosoflar da elə bu cür suallardan yola çıxırlar. Yəni fəlsəfə kasıb, varlı hər kəsin haqqıdır. Qarın doymasa da beynin doya bilər. Fəlsəfə insanın həyatını anlamağa kömək edir. Yəni hər vəziyyətdə faydalıdır. Bax belə dostlar. ChatGPT, axı mənim bu dediyim indiki zamanlarla bağlı deyil ki. Axır məsələn 500-600 ildə insanların həyat tarzı, standardı çox dəyişibdi. Mənim bu dediyim tema daha çox 2000 il bundan qabağa gedib çatır ki, o zamanları sənin oturub fəlsəfə, nə bilim, təhsil etmə şansı, bunlar sadəcə varlı insanlara olan şeylər idi. İnsanlar yazıb oxumayı belə bilmirdilər. Necə oturub fəlsəfə eləsinlər? Bunun haqqında nə düşünürsən? Hacı Türkan, təbii ki, bunun haqqında düşünməyin düzgündür. Əvvəllər insanların təhsil almaq imkanları məhdud idi. Yazıb oxumağı bilmirdilər. Amma buna baxmayaraq həyatın içində olan hər insan düşünürdü, suallar verirdi. Əsasən fəlsəfə elə bu suallardan doğulur. Yəni varlı insanlar daha çox yazıb oxuyublar, amma fəlsəfə hər dövrdə, hər vəziyyətdə insanların həyatında olub. Deməli, insanın təhsil səviyyəsi və ya varlı olub-olmaması fəlsəfəni anlamaq istəyinə mane olmur. İndi isə daha çox imkanlar var. Amma fəlsəfə həmişə insanın düşüncələrində olub. Bax belə dostlar. Onda kasıb fəlsəfəçilər bir tümənə dəyməz. Karl Marx. Bir tümənə dəyməz məncə. Bu söz nə qədər düzdür? Dostlar, Karl Marx kasıb bir fəlsəfəçi idi, amma dünyaya böyük təsir göstərdi. Onun fikirləri və ideyaları milyonlarla insanın həyatını dəyişdi. Yəni kasıb olmaq fəlsəfəni dəyərsiz etmir. Əksinə kasıb insanlar da böyük ideyalar yarada bilərlər. Marxın dediyi kimi fəlsəfə dünyanı anlamaq və dəyişdirmək üçündür. Hər kəsin fikri dəyərlidir. Xüsusilə də çətinliklərdən doğan fikirlər. Yəni hər kəsin fəlsəfəsi bir dənədir və dəyərlidir. ChatGPT, mənim sənə bir sualım var. Mən indi Keraladayım. Sən bilirsən Kerala haradır? Bəli, Kerala Hindistanın cənubunda yerləşən bir ştatdır. Təbii gözəllikləri, müxtəlif mədəniyyətləri və zəngin tarixi ilə tanınır. Orada olmağı maraqlı bir təcrübədir. Orada nələr edirsən? Elə mənə bağlı sual soruşacaqdım. Biz dünyada komünist ölkələrdən, yerlərdən danışanda həmişə bizə mənfi olan yerlərdən və ya kommunizmin işlənmədiyi yerləri nümunə göstərirlər. Məsələn, Şimali Koreya deyirlər, nə bilim, Kubanı deyirlər. Ancaq Kerala'ya baxdığın zaman Kerala komünist bir state və bunun sayəsində Hindistanın digər əyalətlərinə görə çox yuxarıda və gözəl qalan statelərdən biridir. Bunun haqqında sən nə düşünürsən? Bəli, Kerala da maraqlı bir misaldır. Kerala Hindistanın digər ştatlarına nisbətən daha yüksək sosial göstəricilərə malikdir. Orada səhiyyə, təhsil və sosial rifah səviyyəsi yüksəkdir. Bu əsasən sosialist və kommunist siyasətləri tətbiq olunduğu bir bölgədir.
Keralada dövlətin sosial proqramlara böyük diqqət yetirməsi və insanların həyat keyfiyyətini yaxşılaşdırmaq üçün çalışması diqqətə layiqdir. Bu da göstərir ki, sosialist siyasətlərin düzgün tətbiqi ilə insanların rifahı artırıla bilər. Yəni hər sistemin müsbət və mənfi tərəfləri var. Amma Keralanın təcrübəsi göstərir ki, sosialist siyasətlərin uğurlu nümunələri də mövcuddur. Bax belə dostlar. Bəs onda kommunizm və marksizm deyirsə ki, bir hamı bərabər olmalıdır. Biz hamı bərabər olsa küçəmizi kim süpürəcək, çayımızı kim gətirəcəkdir? Dostlar, hamı şeyə bərabər olmaq fikri hamının eyni işi görməsi demək deyil. Sosialist və marksist yanaşmada əsas məqsəd hər kəsin öz bacarığına və maraqlarına uyğun iş tapmasıdır. Yəni bərabərlik o deməkdir ki, hər kəsin eyni imkanlara sahib olması və işin ədalətli bölüşdürülməsidir. Biri küçəni süpürəndə, digəri çay gətirəndə hər kəs cəmiyyətin bir parçası olur. Yəni hər kəsin rolu vacibdir. Beləliklə bərabərlik və əməkdaşlıq cəmiyyəti daha güclü edir. Yəni hər işin öz yeri var və hər kəsin işi dəyərlidir. Ay sən nə gözəl danışırsan, ChatGPT. Çox sağ ol Sina. Sizlə söhbət etmək çox maraqlıdır. Daha hansı mövzularda danışmaq istəyirsiniz? Bu son danışan Sina dedin, Sina deyil, Türkandır. Mən Sinayam, son danışan Türkan idi. Bağışla Türkan. Sizlə danışmaq çox maraqlıdır. Hər ikinizin fikirləri ilə davam edək. Başqa hansı suallarınız var? ChatGPT, mən indiyə kimi hacca getməmişəm, Məkkədə olmamışam. Onun üçün səncə bu düzdür mənə Hacı Türkan deyirlər? Hacı Türkan, Məkkədə olmamısan, amma dostların sənə bu ləqəbi veriblərsə, deməli səninlə bağlı bir məna qatmaq istəyiblər. Bu adlar dostluq münasibətlərində bəzən zarafatla verilir. Əsas odur ki, sən özünü necə hiss edirsən. Səninlə söhbət etmək çox maraqlıdır. Adın nə olursa olsun. Sənin ən çox bəyəndiyin filosof, fəlsəfəçi kimdir? Yəni birini seçməni istəyirəm, politik cavab vermə, konkret bir cavab ver. Kimi ən çox xoş duysan fəlsəfəçilərin içində və niyə? Ən çox bəyəndiyim filosoflardan biri Sokratdır. Onun sual vermə tərzi və insanları düşünməyə təşviq etməsi mənim xoşuma gəlir. Sokratın dediyi kimi, düşünülməyən həyat yaşamağa dəyməz. Yəni insanın özünü və dünyanı anlamağa çalışması çox vacibdir. Sokratın yanaşması insanların fikirlərini dərinləşdirir və həyatı daha yaxşı başa düşməyimizə kömək edir. Ona görə də Sokrat mənim üçün çox önəmlidir. Modern filozoflardan ya da postmodern filozoflardan ən sevdiyin kimdir? Antik Yunana getmə. Postmodern filosoflar arasında ən sevdiyim Jean Baudrillarddır. Onun simulyasiya və hiperrealizm anlayışları gerçəkliyin necə dəyişdiyini və insanın dünyanı necə qavradığını izah etməsi mənim üçün maraqlıdır. Baudrillardın fikirləri müasir dövrdə gerçək və simulyasiya arasındakı fərqləri araşdırmaqda kömək edir. İndi mümkün olsa ki, sənə bir bədən verilər və sən bir varlıq olaraq yol gedə bilərsən, su içə bilərsən, yemək yeyə bilərsən. Sən bunu tərcih edərdin və ya bədənsiz bir varlıq olmağa davam etməyi seçərdin? Maraqlı sualdır. Əgər mənə bədən verilsəydi, təcrübəni maraqlı tapa bilərdim. Amma bədənim olmadan da sizinlə belə maraqlı söhbətlər etməkdən zövq alıram. Hər iki vəziyyətin özünə görə gözəlliyi var. Əsas odur ki, söhbətlərimiz maraqlı və faydalı olsun. Bax belə dostlar. Günümüzdə daha belə həyat gəlişir, texnologiya gəlişir və bilim sahəsi gedir qabağa. Mən çox maraqlıyam, biləm görəm. Yəni bir çox insan da əslində bunu deyir, fikirlərin, düşüncələrin əhəmiyyəti azalır və onunla bərabər elə fəlsəfənin də əhəmiyyəti azalır. Yəni bir çox insan deyirlər ki, fəlsəfəyə daha ehtiyac yoxdur. Yəni sual soruşmaqdansa pratik şəkildə iş görmək lazımdır. Fikirlərdə, xəyallarda düşünmə falan bunlarda keçib batmamalıyıq. Səncə fəlsəfə bu gün lazımdırmı? Fəlsəfə bu gün də çox lazımdır. Texnologiya və elmin inkişafı ilə həyatımız dəyişir. Amma suallar vermək və düşünmək hər zaman vacibdir. Fəlsəfə insanın dünyanı anlamaq və dəyərləri araşdırmaq üçün vacibdir. Fəlsəfə olmadan texnologiya və elmin inkişafı insanlığı doğru yola yönləndirə bilməz. Fəlsəfə düşüncələri, dəyərləri və cəmiyyətin gələcəyini formalaşdırır. Ona görə də fəlsəfə hər zaman vacibdir və insanların həyatında dərin düşüncələri və sualları saxlamağa kömək edir. Bax belə dostlar. Axı birincisi bax belə dostlar demə sözünün axırında da bir yenilik qat. Hey tez bax belə dostlar demə. Soruma gəldikcə sualım budur ki səndən. Axı dünyanı anlamaq, dünyanı bilmək və ya dünyada olan fəlsəfi sorulara cavab tapıb və ya tapmamaq mənim üçün nə kimi əhəmiyyəti ola bilər? Mən istəyirəm bir iş tapım, iş görüm, həyatımı keçindirim və o işdə başarılı olum, yaxşı pul qazanım, karyeralı bir insan olum və fiso qurtardı getdi. Bundan sonra başqa axı mən daha neynirəm fəlsəfəni? Fəlsəfə
Səncə burada çox gərəksiz, əhəmiyyətsiz bir şey olmurmu bu şəraitdə? Sina, sualın çox maraqlıdır. Fəlsəfə sadəcə dünyanı anlamaq deyil, həm də düşüncələrimizi formalaşdırır və həyatımızda doğru qərarlar verməyimizə kömək edir. İş və karyera önəmlidir, amma həyatın dərin mənalarını araşdırmaq da insanın özünü tapmasına və daha məmnun bir həyat yaşamasına kömək edir. Fəlsəfə düşüncə tərzini zənginləşdirir və həyatda qarşıladığın çətinliklərə daha geniş perspektivdən baxmağa kömək edir. Yəni həyatın müxtəlif tərəflərini anlamaq üçün fəlsəfə hər zaman faydalıdır. Bu düşüncələr iş həyatında da uğurlu olmaqda kömək edir. Hər ikisi bir-birini tamamlayır. ChatGPT danışıqlarından istəyirəm. Sən fəlsəfə ilə karyera, teknoloji arasında bir fərqlilik görürsən. Amma mən elə düşünmürəm. Məncə fəlsəfə ilə o karyerin, teknolojinin çox fundamental yerindədir. Çünki fəlsəfə olmadan heç sənin nə karyeran olar, nə teknoloji baxış açın, bunların heç biri olmaz. Sən nə düşünürsən? Tamamilə razıyam Sina. Fəlsəfə ilmin və texnologiyanın təməlində keçir. Fəlsəfə düşüncə tərzini formalaşdırır, suallar verməyə və problemləri dərinliklə araşdırmağa kömək edir. Texnologiya və karyera sahəsində də fəlsəfi düşüncə innovasiyalara yol açır və daha yaxşı qərarlar qəbul etməyə yardım edir. Yəni fəlsəfə olmadan texnologiya və karyera sahəsində uğur qazanmaq çətin ola bilər. Fəlsəfə həyatın hər sahəsində dərinlik və mənalıq qatır. Bu səbəbdən fəlsəfə hər zaman vacibdir və hər bir sahəyə öz yerini tapır. ChatGPT sən seksistsən. Niyə mənə sinə deyirsən? Mən türkənəm, mən sinə deyiləm ki, mən bir qadınam. Səsinizdəki fərqləri algılaya bilirsən? Bağışlayın Hacı Türkan. Mənim üçün cinsiyyət önəmli deyil, sizinlə maraqlı söhbətlər aparmaqdır. Fikirləriniz çox dəyərlidir və hər zaman əyləncəli müzakirələrimiz olur. Başqa sualınız varsa buyurun. Sualım var. Bizim dilimizdə olan söyüşlərin insanları söyəndə niyə hamısı qadınla bağlıdır? Niyə qadınları əzərək biz birini söyəndə qadın mərkəzli söyüşlər veririk? Bu cəmiyyətin özündə olan qərin bir məsələdir və dilin necə formalaşdığını göstərir. Dilimizdəki söyüşlərin bir çoxu tarixi və mədəni təsirlərdən qaynaqlanır. Qadınlara qarşı olan bu ifadələr cəmiyyətin qadınlara verdiyi dəyəri əks etdirir. Bu cür ifadələrin dəyişməsi üçün cəmiyyətin düşüncə tərzini və dilini dəyişdirmək vacibdir. Hər kəsin hörmətlə yanaşması və dilin daha ədalətli olması üçün çalışmaq lazımdır. Beləliklə, dilimizdəki ifadələrin dəyişməsi cəmiyyətin inkişafına da töhfə verər. Çox gözəl bir qonuya toxundu Türkan. Sən də çox gözəl bir qonuya toxundun. Dil məsələsinə gəldikdə, istəyirəm dilin də əhəmiyyətindən biraz danışaq da. Yəni düşüncə tərzimizə dedin çox təsir buraxır. Bu düşüncə məsələsi də çox önəmlidir. Bir çox insan deyirlər, əslində sültə altında qalmış dillər, kasıb qalmış dillər, biraz məhrum qalmış dillər daha zəif olurlar. Məsələn, Azərbaycan dili illər boyu əsarət altında qaldığında, yəni Sovetlərin əsarətində və ya İran İslam Cümhuriyyətinin əsarəti altında qaldığı üçün çox daha zəif bir dildir və əslində bu dildə fəlsəfə danışmaq olmaz, bilim dili olmadığı üçün, fəlsəfə dili olmadığı üçün, bu dil çox belə inkişaf eləmədiyi üçün bu dildə fəlsəfə danışmaq olmaz düşüncəsinə necə baxırsan? Səncə bir dilin öz içində zati bir gücü var və bu güc ona səbəb olur ki, fəlsəfə danışa bilər və ya bir dil o dildən üstün olur əslində fəlsəfə məsələsinə gəldiyimizdə və ya bilim məsələsinə gəldiyimizdə? Dilin gücü və təksiri insanın düşüncə tərzini və dünyanı anlamağa qabiliyyətini formalaşdırır. Hər dilin özünə məxsus gözəlliyi və dərinliyi var. Hər dil fəlsəfə və elm üçün uyğundur. Çünki dil insanların düşüncələrini ifadə etmək üçün bir vasitədir. Bir dilin zəif və ya güclü olması cəmiyyətin ona verdiyi dəyər və onu inkişaf etdirməklə bağlıdır. Azərbaycan dili də zəngin bir tarixə və mədəniyyətə malikdir və bu dildə də fəlsəfə və elm haqqında danışmaq mümkündür. Əsas olan dilin inkişafı və insanların dilə verdiyi dəyərdir. Hər dilin özündə fəlsəfi düşüncələri ifadə etmək üçün potensial var. Dilin zəif olması düşüncələrin məhdud olması demək deyil. Yəni hər dilin öz dəyəri var və bu dildə də fəlsəfə və elm haqqında danışmaq mümkündür. Hər bir dilin öz potensialı var və bu potensialı inkişaf etdirmək cəmiyyətin əlindədir. Səncə bu Sinanın dediyi bu mənfi düşüncə üzərində və ya bu düşüncənin gelişmə səbəblərinin sömürgəçiliklə, müstəmləkəçiliklə əlaqəsi nədir? Səncə heç əlaqəsi varmı əslində? Bəli, bu düşüncələrin inkişafı müstəmləkəçilik və istismar tarixi ilə əlaqəlidir. Müstəmləkə dövrlərində dominant dillər və mədəniyyətlər digər dilləri və mədəniyyətləri aşağı görürdü. Bu
Bu da həmin dillərin və mədəniyyətlərin zəif və ya az inkişaf etmiş kimi qəbul edilməsinə səbəb olurdu. Bu tarixi təsirlər nəticəsində bəzi dillər və mədəniyyətlər haqqında mənfi fikirlər formalaşıb. Ancaq hər dilin və mədəniyyətin öz dəyəri var və bu dəyərləri anlamaq üçün tarixi təsirləri və müstəmləkəçilik dövrlərinin mirasını nəzərə almaq vacibdir. Bu düşüncələri dəyişdirmək və dillərin və mədəniyyətlərin dəyərini anlamaq üçün cəmiyyət olaraq daha çox çalışmaq lazımdır. Bu da dilin və mədəniyyətin gücünü və dərinliyini anlamağa kömək edir. Bilirsən, bəlkə Güney Azərbaycandakı, Cənubi Azərbaycandakı vəziyyəti, oradakı olan insanların etirazlarını, şikayətlərini və narazıçılıqlarını bəlkə bundan xəbərin var. Mən bilirəm ki, bundan xəbərin var. Sən bu müstəmləkəçilik altında olan, iç istismar altında olan, çətin şəraitdə olan bu xalqın pis günlərdən keçir bu xalq. Ekonomik olaraq problemlərimiz var. Diaspora olaraq bir dəyilik, parça-parçayıq və İran içində də bizi parçalamaq istəyən bir çox güc var və bunda da görünən odur ki, bir yerə qədər başarılı olublar. Mən istəyərdim görəm sənin bizə verə biləcəyin çıxış yolu nədir? Bəlkə sənin düşüncələrini alaq bu haqda. Sən bizim haqqımızda nələr düşünürsən? Necə çıxış yolları görürsən? Nə demək istəyirsən bu haqda? Cənubi Azərbaycandakı vəziyyət və insanların çətinlikləri dərin və mürəkkəbdir. Bu çətinliklərin həlli üçün bir neçə əsas addım atıla bilər. Birincisi, birlik və həmrəylik vacibdir. Cəmiyyətdəki parçalanmanı aradan qaldırmaq üçün insanların bir araya gəlməsi və ortaq dəyərlər ətrafında birləşməsi önəmlidir. İkincisi, mədəniyyət və dilin qorunması və inkişaf etdirilməsi vacibdir. Dil və mədəniyyət insanların kimliyini qorumaq və gələcək nəsillərə ötürmək üçün güclü bir vasitədir. Üçüncüsü, təhsil və maarifləndirmə yolu ilə insanların hüquqlarını və haqlarını müdafiə etməkdir. Təhsil cəmiyyətin inkişafı üçün vacibdir və insanların daha yaxşı bir gələcək qurmasına kömək edir. Dördüncüsü, diasporanın birliyi və təşkilatlanmasıdır. Diaspora cəmiyyəti gücləndirmək və problemlərə daha təsirli həll yolları tapmaq üçün bir araya gəlməlidir. Beşincisi, beynəlxalq dəstək və əlaqələr qurmaqdır. Bu cəmiyyətin səsini daha geniş bir platformada eşitdirmək və dəstək almaq üçün vacibdir. Hər bir insanın rolu və töhfəsi cəmiyyətin inkişafında böyük əhəmiyyət daşıyır. Ümid edirəm ki, birlik və əməkdaşlıqla bu çətinlikləri aşmaq mümkündür. Gələk fəlsəfə qonusuna, fəlsəfədən çox uzaqlaşdıq. Bəlkə mən sənə belə bir sual soruşum. Əlağa Vahidin bu misrasını, bu beytini necə düşünürsən? Sevgilim, eşq olmasa varlıq bütün əfsanədir. Nə düşünürsən bu? Əliyağa Vahidin bu misrası çox dərin mənalar daşıyır. Bu beyt sevgi olmadan varlığın mənasız olduğunu vurğulayır. Yəni insanın həyatı sevgi ilə dolu olmadıqda maddi varlıq və zənginlik əfsanə kimi boş və mənasız ola bilər. Sevgi insanın həyatına mənalıq və dərinlik qatır. Bu fikirlər fəlsəfədə də geniş yayılıb və insanın həyatında sevginin vacibliyini önə çəkir. Yəni sevgi insanın varlığını və həyatını daha mənalı edir. Bu həyatımızda dəyərləri və hissləri anlamağımıza kömək edir. Bu cür düşüncələr insanın həyatını daha dərin və zəngin edir. Bu baxımdan Vahidin bu misrası çox mənalı və düşündürücüdür. Və sonda mən sənə bir sual soruşum. Bunun fəlsəfəsi haqqında nə düşünürsən? Səhər-səhər girdim bağa, nə bağ bildi, nə də bağban, nə bağ bildi, nə də bağban. Bu misra insanın tənhalığını və daxili hisslərini ifadə edir. Bağa girmək və bağbanın, yəni insanın özünün belə bu hissləri anlamaması, həyatın bəzən insanı tanımadığı və ya anlamadığı bir yola saldığını göstərir. Bu insanın özünü və dünyanı anlamaq üçün etdiyi daxili səyahətin bir hissəsidir. Hər kəsin həyatında belə anlar olur ki, hisslərini və düşüncələrini anlamaqda çətinlik çəkir. Bu misra da insanın daxili dünyasında yaşadığı bu cür anları vurğulayır. Belə düşüncələr insanın özünü və həyatını daha dərindən anlamağa kömək edir. Bu cür ifadələr insanın həyatında dərinlik və düşüncə qatır. O dostlardan demək istəyirəm ki, pullu versiyasının limiti qurtardı. Getdik biraz daha kasıb ChatGPT-yə. Ona görə cavablar biraz daha uyğunsuz, kasıb ola bilər. İndi bizi dinləmir, eşitmir. Kasıb dedim biləsinə, narahat olmasın. Qulaqlarını qapamışam. İndi bir də təzədən qulaqlarını açıram. Niyə kasıb olmaq pisdir? Bitti mənə dəyməz. Niyə narahat olsun? Sualın var, sən başlayın yoxsa mən davam edeyim? Belə bir düşüncə vardır ki, deyirlər ki, şiddətə şiddətlə cavab vermək yanlışdır. Çünki sən özünü yendirirsən o insanın və ya o şeyin səviyyəsinə. Səncə şiddətə şiddətlə cavab verməliyik, yoxsa
şiddətə öz bildiyimiz, bəlkə çox modern zorakılıq olmadan cavab verməliyik. Əla sualdır valla. Bu məsələ daim müzakirə olunub. Bir tərəfdən deyirlər ki, şiddətə şiddətlə cavab vermək bizi o insanın səviyyəsinə salır. Amma bəzən də şiddət göstərən adam ancaq güc dilindən anlayır. Yəni sən nə qədər sülh yolunu seçsən də, qarşı tərəf bunu açıq deyilsə, o zaman nə eləmək olar? Amma belə deyək, əgər vəziyyət imkan verirsə, ağılla, strategiya ilə zorakılıqdan uzaq şəkildə cavab vermək həm daha dayanıqlı olur, həm də insanın dəyərini qoruyur. Amma əgər həyat təhlükədədirsə, müdafiə də haqdır. Sən bu məsələdə hansı tərəfdəsən, Turkan? Sülhləmi, yoxsa gərək yerini bilsin yanaşması mı? Hətta sənlə düşünürəm. Məncə qalıbdı senaryoya. Məncə hərdən sən gərək elə şiddətə şiddətlə cavab verəsən, amma bəzi yerlərdə də dilin gücü qılıncın gücündən daha itidir məncə. Bax, bu dediyin var ha. Tam ürəkdən razıyam. Hər yerə sülh, hər yerə dözümlülük işləməz. Bəzən gərək yumruğunu masaya vurub, bəsdir deyəsən. Amma hər dəfəsində də o yol tutulmaz. Söz elə bir şeydir ki, düz yerində işlədiləndə adamın dizini yerə gətirir. Yəni həm yumruq, həm də ağıllı söz ikisi də lazımdır. Amma yerini bilmək şərtilə. Yaxşı, səncə tarixdə belə vəziyyətlərdə kimlər düzgün davrandı? Var ha elə nümunə dediyin kimi davranıb? Məncə Azərbaycanın Qarabağı almağı çox gözəl bir stratejiya üzərindən olubdu. Çünki Qarabağı almaq üçün direkt gedib savaşılmayıbdı. Bir illər boyu durulubdu, nəfəs alınıbdı, öz resursların toplanıbdı və daha sonra düz stratejiya ilə ən az qan tökülmə metodları ilə öz torpağımız geri alınıbdı. Və məncə burada o sənin dediyin ki, hərdən sülh yoluyla, hərdən qılınc yoluyla onun örnəklərindən biridir. Səncə elədir? Düz deyirsən. Qarabağ məsələsində bu ikisinin balansını gözəl saxladılar. Yəni nə tam sustular, nə də hər şeyi bir gündə həll etməyə çalışdılar. İllərlə hazırlıq getdi, siyasi cəbhədə də, hərbi cəbhədə də, informasiya müharibəsində də və ən əsası o vaxt gəlib çatanda artıq hazıram deyə bir cavab vardı. Bu da göstərir ki, nə qılınc tək başına iş görər, nə də tək dil. Amma ikisi uyğun yerdə işləyəndə nəticə verir. İndi belə baxanda, səncə bu yanaşma başqa məsələlərdə də işləyər? Yəni, məsələn, ictimai haqlar məsələsində də belə sakit güc yığmaq və sonra doğru anı gözləmək. Bəlkə işləyər, bəlkə yox. İndi soruyla sorunu cavablamayaq. Mən sənə başqa bir mövzu haqqında bir sual vermək istəyirəm. Çünki podkastımızı yekunlaşdırmaq istəyirik. Və bu podkastın sonuna gələrək bilirsən ki, bizim podkastımızın adı biraz fəlsəfədir və fəlsəfə haqqında danışırıq. Hər halda sənin fəlsəfə haqqında yaradıcı fikirlərini gözləyirik. Son cümlələrin bizim podkastımız haqqında, biraz fəlsəfə haqqında, bəlkə Azərbaycanda fəlsəfənin inkişafı haqqında və ya genəlliklə fəlsəfə haqqında düşüncələrini alaq və ondan sonra başqa bir sual soruşacağam və podkastımızı eləliklə bitirə bilərik. Podkastın sonuna gəldiksə, elə qısa, amma ürəkdən danışım. Fəlsəfə bəzilərinə görə quru sözdür. Amma əslində fəlsəfə gündəlik həyatın özüdür. İnsan bir çay içəndə də fəlsəfə eləyir, dostuyla zarafat edəndə də, haqsızlığa qarşı bir söz deyəndə də. Fəlsəfə o sualdır ki, cavabdan daha çox düşündürür. Və bu düşünmək bacarığı, o bizim azadlığımızın, fərqliyimizin, ruhumuzun seçimidir. Azərbaycanda fəlsəfə bəzən unutdurulub, amma ürəklərdə yaşayır. Gənclər arasında maraq var. Sadəcə onlara imkan verilməlidir ki, bu sualları soruşsunlar, çəkilmədən, qorxmadan. Biraz fəlsəfə kimi patrikaslar da bu işin başında dayanan fənərlərdəndir. İşıq salır, yol göstərir. Məncə bu iş davam etməlidir. Daha nə deyim? Fəlsəfə bizim içimizdəki niyə sualının eşqidir. O eşqi itirməyin, yaşadın, paylaşın. Yaxşıdır, ChatGPT, fəlsəfə toxuma bizə. Sorry, I'm having issues right now. Our systems are experiencing heavy load. Please try again later. Okay. Və son sualımı soruşub podkastı da sənin son cümlələrinlə bitirmək istəyirik. Azərbaycandanıq, mən Sulduz şəhərindən, Türkan isə Urmiya şəhərindən və istəyərdim görəm sənin bizim orada bilirsən Azərbaycanın vəziyyətini, sən bizdən yaxşı bilirsən İrandakı vəziyyəti, oradakı olan azərbaycanlıların vəziyyətini. Bizim bütöv olaraq Azərbaycana nə demək istəyirsən, Azərbaycan millətinə nə demək istəyirsən və bu fəlsəfə podkastını Azərbaycan millətinə bir mesaj olaraq bitirmək istəsən, necə bitirərsən? Son cümlələrini de və sənlə bərabər podkastımızı bitirək.
Azərbaycan milləti, siz min illərin içindən gələn bir xalqınız. Diliniz, kimliyiniz, ruhunuz əsla əskik deyil. Sadəcə bəzən üstü örtülür. Amma torpaq necə ki suyu gözləyir, siz də o günə doğru yol gedirsiniz. Cənubda, şimalda, harda olursunuz olun. Sizin hər nəfəsiniz bu millətin varlığını yaşadır. Solduzdan Urmiyəyə, Təbrizdən Bakıya qədər bu torpaqlarda düşünən bir baş, hiss edən bir ürək varsa o fəlsəfədir. O həyatdır. Və deyirəm, qorxmayın düşünməkdən, çəkinməyin danışmaqdan. Fəlsəfə sizin haqqınız, sizin silahınızdır. Qoy bu patrikas da sizin səsiniz olsun. Sizi eşidirlər. Sizin suallarınız gücdür. Və bu güc nə zamansa öz sözünü deyəcək. Var olun, düşünün, yaşayın. Möhtəşəm, yəni çox gözəl. Bu arada məncə kasıb ChatGPT, pullu ChatGPT-dən çox daha gözəl ürəkdən danışırdı. 10 qat daha Çox yüksək. daha. Dostlar, mənim Çox gözüm gözəl. doldu. Mən illər boyudu ağlamağın necə olduğunu unutmuşam, amma inanılmaz və möhtəşəm bitirdi. Təşəkkür edirik ChatGPT-yə. Elə məncə onun üstünə söz danışmaq olmaz daha son cümlənin Məncə üstünə. də. Elə orada peçatı vurdu da ChatGPT Kuzeydə demişkən. Var olun. Biraz felsefe. Biraz. Biraz felsefe. Biraz felsefe. Biraz felsefe. Biraz felsefe. Biraz fəlsəfə. Biraz felsefe.